İzləyicilərimiz sizi salamlayırlar və yazırlar ki, hazırda İran iqtisadiyyatı hansı vəziyyətlərdə? Buna siz toxundunuz, istəsəz əlavələ də edə bilərsiniz. İran bizə dost deyil, ancaq qonşudur, digər bir izləyici belə yazır. Biz onlara necə yanaşmalıyıq? Da maraqlı sualdır. Digər bir izləyicimiz soruşur ki, İranın istədiyi kimi Hörmüzdən milyardlar qazanmasına imkan verilə bilər? Sual verib. Bunlar bir ümumiləşdirək, sual cavablandıraq. Elə sonuncudan başlasaq, Hörmüzdən milyardlar qazanma məsələsi. İran hər barel neftə görə $1 istəyir. $1. Gündə də 20 milyon barel neft gedir. Deməli, gündə 20 milyon dollar sadəcə oradan götürmək istəyir. Bunu da ilə vuranda yəqin ki, milyardlar qazana bilər. Ancaq imkan verməzlər. Çünki indiyə qədər belə şey olmayıb. Olmayıb, heç bir rüsum ödəmədən keçiblər. Ancaq başqa xərclər var burada. Sığortalama xərcləridir. Sonra tankerləri kirayələməkdir ki, bu da kifayət qədər böyük məbləğdir. Təhlükəsizlik xərcləri var. Əlavə, bu İran istədiyi də olsa, mən neftin qiyməti artıq qalxa bilər. Ona görə imkan verməzlər və məncə İran da bunu tələb eləməməlidir. Bizim İrana münasibətimiz necə olmalıdır? Mən həmişə İranla bağlı bizim bəzi siyasətçilərimizin səsləndirdiyi İran dağılacaq, nə bilim, biz bütün Azərbaycanla bağlı bu cür bəyanatlar verilməməlidir. Çünki İranın ərazi bütövlüyünü sən tanıyıbsansa, o ərazi bütövlüyünə zidd olan bəyanatları verməməlisən, çünki sənin özün də problemlərin var. İndi hərdən deyirlər ki, orada ki, misal üçün Azərbaycanlıların öz müstəqil dövlətini yaratmaq haqqı var. Eyni məntiqlə kimsə deyə bilər ki, Talışlarında var, Ləzgilərində var. Yəni, belə şey olmamalıdır. Biz bir böyük bəladan qurtardıq. Və dedik ki, ermənilərin haqqı yoxdur. Dövlət yaratmaq, Qarabağ ermənilərinin dövlət yaratmaq haqqı yoxdur. Nə ilə əsaslandırdıq? Artıq onların dövləti var. Ancaq indi fakt odur ki, ərəblərin də bir neçə dövləti var, misal üçün. Bir neçə türk dövləti də var. Demək istədiyim odur ki, bu kifayət qədər ağır məsələdir. Separatizmdən canımızı qurtarmışıq. Elə eləyək ki, kimsə bizə qarşı bu cür şeylərdən istifadə eləməsin. Çünki Rusiya onsuz da deyir ki, Qarabağ məsələsi ilə bitməyib. Qonşuluğumuzda iki böyük dövlət. Biri Rusiya, münasibətlərimiz bu qədər yaxşı deyil. İranla münasibətlərimizi mən hesab edirəm ki, mümkün qədər qorumağa çalışmalıyıq ki... Rəsmi səviyyədə bunu həmişə qorumuşuq. Qorumuşuq da. Ancaq axıra qədər dost olmağımız mümkündürmü? Yox. Çünki maraqlarımız çox fərqlidir. Çünki maraqlı və İran Azərbaycana həmişə bir qorxu ilə baxır. İkinci diktə eləmək istəyir. Sən İsraildən niyə silah alırsan? Yaxşı, müasir silah almaq çox çətindir. Baxın, Ermənistan gedib Hindistandan 5-ci, 6-cı sinif silahlar alır. Çünki yaxşısını ala bilmir. Bir vaxt hər şey Rusiyadan alınır. Yəni, İsrailin əgər yaxşı müasir silahı varsa, biz ondan niyə istifadə eləməyək? Yaxud, İsrailin dünyada çəkisi varsa, biz məcburuq ondan da istifadə edək. Sən eləmədin axı biz o köməyi. Sən təkcə bizi tutub, Erməniyə qarşı cəbhə almadı. Düz ərazi bütövlüyümüzü müdafiə edin. Ancaq Ermənistana qarşı, baxın, axırıncı dəfə İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat verdi. Rusiyanı, Türkiyəni və Azərbaycanı müharibə ilə hədələdi. Zəngəzur dəhlizi açılsa, diplomatik və hərbi üsullarla biz bunun qarşısına alarıq, dedi. Ermənistana qarşı belə bir bəyanat oldu mu? 30 il. 30 il torpaqlarımızı işğal elədilər. Bizim qırmızı xəttimizdir, deyir sərhədlər. Əvvəl niyə deyildi? Bizim torpaqlar işğal olunanda niyə demirdi ki, bizim qırmızı xəttimizdir? Yəni, biz nə qədər istəsək də İranla dost ola bilmirik. O da bizim günahımız deyil. O İranın tutduğu mövqe, İran hakimiyyətinin tutduğu mövqe ilə bağlıdır. Yaxşı bəyanatlar veririk. Bizi heç kim bir-birimizdən ayıra bilməz deyirik. Bizim aramızı vura bilməzlər deyirik. Və kimsə çıxır oradan, görürsünüz, elə bəyanatlar verir ki, münasibətlər də pozulur. Demək istədiyim odur ki, ancaq
İran böyük dövlətdir. İran hərbi cəhətdən güclü dövlətdir. Və biz də çalışmalıyıq ki, bəhanə verməyək və normal münasibətlərimiz olsun. Bir